Gələn il Azərbaycanda Aİ 95 markalı avtomobil benzininin istehsalı planlaşdırılmır. Bu, 2026-cı il üçün dövlət büdcəsi zərfində əksini tapıb. Sənədə əsasən 2026-cı ildə aksislər üzrə daxil olmalar 1 milyard 584 milyon manat səviyyəsində nəzərdə tutulur. Bu məbləğin 49,2% və ya 779 milyon manatı neft-qaz sektorunun payına düşəcək. Neft-qaz sektorundan daxil olmalar 2025-ci ilin proqnozu ilə müqayisədə 196,7 milyon manat və ya 20,2% aşağıdır. Sənədə əsasən növbəti ildə ölkədə istehsal olunan və daxili istehlaka yönəldilən Aİ 95 markalı benzinin istehsalı nəzərdə tutulmur. Bununla yanaşı Aİ 92 markalı avtomobil benzininin istehlakında 239,9 min ton və ya 14,7%, dizel yanacağında isə 298,5 min ton və ya 13,7% azalma proqnozlaşdırılır. Aİ 95 istehsalının dayandırılması, Aİ 92 və dizel yanacağının istehsalında da azalma satış qiymətinə necə təsir göstərəcək? Moderator.az aza danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, ölkədə istehsal olsa da müəyyən dövrdən sonra qiymət artımı istisna edilmir. Onun sözlərinə görə bir məhsul ölkədə istehsal edilmir və idxal amilinə çevrilirsə, həmin məhsulun qiyməti daha asan şəkildə bahalaşa bilər. Yəni, idxal amili hər vaxt qiymət dəyişkənliyinə səbəb ola bilər. İstehsalçı ölkədə gedən proseslər, xüsusən də birja bazarlarında baş verən dəyişikliklər qiymətlərə daha həssas təsir göstərir. Buna görə də məhsul idxal olunduğu halda bahalaşma ehtimalı daha yüksək olur. Ümumilikdə proqnoz vermək çətin olsa da, hələlik heç bir ucuzlaşma olmadığı üçün belə qənaətə gəlmək olar ki, müəyyən müddətdən sonra yanacaq qiymətlərində tədrici bahalaşma baş verə bilər.